Bilirsiniz, şeytanın istədiyi şey bax budur. Şeytan istəyir ki, biz ümumiyyətlə mübarizə aparmayaq. Amma İsa istəyir ki, biz mübarizə aparaq. Allahın kəlamı düşmənlə mübarizə aparmaq üçün. Bizi ruhlandırmaq üçün, bizi böyütmək üçün və düşmənlə mübarizə aparmaq üçün. Bu həyat nədir? Bu həyat bir yolculuqdur. Həyat bir yolculuqdur. Amma bu yolun ən mühüm sualı getmək deyil. Bu yolun ən mühüm sualı kiminlə addımlayırsan? Kiminlə getməkdir? Əgər mən Allahın ruhu ilə dolmuramsa, Allahın gücü ilə yaşamıramsa, onun sözü ilə idarə olunmuramsa, Rəbb İsa Məsih ilə addımlamıramsa, bax, mənim həyatımı müəyyən edən şey mənim ətrafımdakı olan insanlar və onlarla getdiyim, verdiyim qərarlar olacaq. Bugün özümüzə dürüstcəsinə bir sual verək. Həyat yolumuzda əslində biz kiminlə birgə gedirik? Çünki həyatda bizi formalaşdıran, uğura ya da uçuruma aparan çox vaxt yolun özü deyil. Bu yolun özü deyil. Bizi uçuruma aparan yolun özü deyil. Bizim yol yoldaşımızdır. Rəbb Allah bizə deyir ki, sadəcə çıx, get, addım at. Bizim işimiz Allahın çağrışı haqqında hər şeyi bilmək deyil. Onun çağrışına hə deməkdir. Onunla addımlamağa hə deməkdir. Əziz bacı qardaşlar, bu bilirsiniz bizə nəyi göstərir? Biz çox vaxt hisslərlə yaşayırıq. Hisslərlə yaşayırıq. Amma biz imanla yaşamalıyıq. İmanla yaşamalıyıq. Mən hara getdiyimi bilmirəm. Amma kiminlə getdiyimi bilirəm. Bax, bu əsl imandır. Bu əsl iman addımıdır. Çünki sən kiminlə addımladığını bilirsən. Hara getdiyimin o qədər önəmi yoxdur. Biz imanlılar olaraq nə etməliyik? Allahın ailəsi olaraq nə etməliyik? Biz duada mübarizə aparmalıyıq. Duada mübarizə aparmalıyıq ki, Rəbb Allah nəinki bizim ətrafımızda olan insanları qorusun. Burada gördüyümüz imanlı bacı qardaşları, ailəmizi qorusun. Və eləcə də bizim vasitəmizlə başqa insanlara müjdəni çatdırsın. Dünənləri 2 saata qədər bir insanla söhbət etdim. O deyir ki, mən 1 ildə ailəm üçün mübarizə aparırdım. Və 1 ildə uğura gedən şey birdən-birə çökməyə başladı. Mən soruşam, nə baş verdi? O deyir ki, kimsə, mənim atam, ailəm deyir, ümumiyyətlə imanlı deyirlər və onlara Məsih haqqında danışıram və onlar sevinirdilər, onun vəziyyəti biraz yaxşı deyildi və görür ki, o imanlı olandan sonra, məbədə gedəndən sonra və Məsih onun həyatında bir çox dəyişikliklər edib və atası, anası buna sevinirdi. Amma 1 ildən sonra nəsə baş verdi, onun ailəsi artıq qarşı durmağa başladı. Onun ailəsi Məsihə qarşı durmağa başladı. Deyir ki, Məsih haqqında söhbət olanda mənim ailəm otağı dəyişir, artıq çıxır otaqdan və mənə qadağalar qoyur bəzi şeylərdə. Və deyir, mən artıq yoruldum bu şeydən və duanı dayandırdım və fikirləşirəm ki, Rəbbin əllərinə təslim eləyəcəyəm və daha bunun üçün vuruşmaq istəmirəm. Bilirsiniz, şeytanın istədiyi şey bax budur. Şeytan istəyir ki, biz ümumiyyətlə mübarizə aparmayaq. Məsihçi, Məsihə iman edən imanlı, o sadəcə imanını qorumalı deyil, imanını ötürməlidir. Əgər sən imanı ötürürsənsə insanlara imanı göstərirsənsə, yəni imanın içərisində Məsihi göstərirsənsə, hər şey baş verəcək. Və baş verən hər şeyə biz hazır olmalıyıq. Biz komfort zonasından çıxmışıq. Əgər sən mübarizə aparırsansa, bu demək ki, sən komfort zonasından çıxırsan. Komfort zonası o Məsihin yanında, çarmıxın yanında durmaq və döyüş bölgəsinə girməmək. Burada mənim üçün rahatdır. Amma İsa istəyir ki, biz mübarizə aparaq. Efeslər 6-cı fəsli oxumusunuz. Efeslər 6-cı fəsildə orada ruhani mübarizə üçün bütün hər şey haqqında danışılır. Bunu oxumaq lazımdır və bu ayələri əzbərləmək lazımdır ki, bizim həyatımızda bu şeylər baş verəndə biz mübarizə aparmaq üçün əlimizdə söz olsun, silah olsun. Bu silah insanları yaralamaq üçün deyil. Bu silah öz mənfəətin üçün istifadə etmək üçün deyil. Bu silah düşmənlə mübarizə aparmaq üçün. Düşmənlə mübarizə aparmaq üçündür. Bəzən görürsən ki, kimsə öz statusunda öz şəklini qoyur, hansısa bir belə deyək, mənzərədə və artıından bir ayə yazır. Xahiş edirəm, Allahın kəlamını öz belə pozaların üçün istifadə edəm. Bu yaxşı bir şey deyil. Bu yaxşı bir göstərici deyil. Bəzən olur kupalnikdə, bəzən olur şortikdə, bəzən olur hansısa bir şeydə və kəlam zəburdan bir yer. Nə yaxşıdır, nə xoşdur, ey qardaş. Bu ora aid deyil. Allahın kəlamı düşmənlə mübarizə aparmaq üçün.
Bizi ruhlandırmaq üçün, bizi böyütmək üçün və düşmənlə mübarizə aparmaq üçündür. Bəzən də kiminsə problemi olur, statuslar görürsən ki, yağdırır. İndi gülənləri fəlakət gözləyir. Nə bilim, bu kimi şeylər. Axı, niyə mənim cəsarətim yoxdur? O insanla gedim üz-üzə oturum, o insanla danışım, söhbət edeyim. Niyə Allahın kəlamını öz mənfəətim üçün istifadə edirəm? Yəni, özüm üçün bir silah istifadə edirəm. Ha, bax, burada belə yazılıb. Orada belə yazılıbsa, mənə qarşı da bir 100 dənə ayə tapacaqlar. Və mənə qarşı işlətmək üçün. Və bu nə baş verəcək? Biz qoca qarılar kimi qanun müharibəsinə girəcək. Qanun davasına, qanun savaşına. Dünyada insanlar qalıb onları xilas etmək lazımdır. Amma biz bir-birimizlə mübarizə aparmağa başlayacaq. Ona görə də Allahın kəlamını oxuduğumuz zaman və biz baş verən hadisələri izləməliyik. Bu gün məsəl üçün bacım mənə deyir ki, onların ölkəsində, onların getdiyi məbəddə, hansı ki olan yerlərdən birində və polis gəlib, orada sındırıb, dağıdıb, döyüb insanları. Bu Məsihçi ölkəsidir. O Xristian ölkəsidir. Biz fikirləşirik ki, Xristian ölkəsində, Məsihçi ölkəsində onlar azaddılar, onların sərbəstliyi var. Harada şeytan varsa, orada sərbəstlik yoxdur. Orada məhdudiyyət var. Orada təqiblər var. Şükür Rəbbə təqiblərə görə. Çünki təqiblər zamanı insanlar ruhlanır, böyüyür. Amma təqiblər bir çox insanların da məhvinə doğru gətirib çıxardır. Əgər biz bilsək ki, səhra nə deməkdir? İnan ki, səhradakı vəziyyət nə deməkdir? Heç birimiz nə ora düşmək istəyərdik, nə də ətrafımızdakı insanların səhraya girməsini istəyərdik. Çünki səhrada insan ya ölür, ya da sağ qalır. Orada seçim budur. Ya ölürsən, ya da sağ qalsın. Çünki səhraya girən adam sən günəş vura bilər və səhradır da, su yoxdur, orada nə bilim, bolt taksisi yoxdur, bir çox şeylər yoxdur, hansı ki sənin həyatını yaxşılaşdırmağa doğru. O səhradır. Və bu səhra artıq dünyada Məsihçi ölkələrində baş verir. Rusiyada da baş vermişdi, orada kilsəni bağladılar və gəldilər, sındırıb dağıtdılar. Bu televiziyada xəbərlərdə gördük bu kimi şeyi. Və bu günləri ölkəmizdə əgər biz azad, sərbəst ibadət eləyə biliriksə, Rəbbə minnətdaram buna görə. Buna görə biz dua eləməliyik. Hakimiyyət üçün dua eləməliyik, insanlar üçün dua eləməliyik və şeytanın burada etmək istədiyi bütün planların dağılması üçün dua etməliyik. Bax, biz bunun üçün mübarizə aparmalıyıq, əziz bacı qardaşlar. Biz bunun üçün varıq. Bunun üçün varıq. Seçilmişik buna görə ki, Rəbb, o bizi seçib, bu bir lütfdür və bizim vasitəmizlə başqa insanlara da çatmaq istəyir. Sual, əgər mən danışmasam, başqa insanlar Allahın kəlamını eşitməyəcək, eşidəcəklər. Eşidəcəklər. Onda bəs başqa bir sual. Niçin sən seçilmirsən? Axı sənin ətrafında nə qədər insanlar var. Onlara biz müjdəni çatdırmalıyıq. Amin. Ona görə əziz bacı qardaşlar, xahiş edirəm, kəlam oxumaqda bunu ertələmək lazım deyil. İndi yorulmuşam. Bu gün gəzdim, yaxşı vaxt idi, əla dostlarla oturdum, yorulmuşam. Rəbb özü də görür ki, əslində bu da ibadətdir. Ya bu o ibadət deyil. İbadət Allahın huzurunda olmaq, onun kəlamını oxumaq, ertələmək lazım deyil. Hər gün Allahın kəlamını oxumaq lazım. Amin. Kimin şəhadəti var? Bu həftə ərzində baş verən hansısa bir hadisə, hansı ki, belə deyək də, ruhani bir hadisə, ya da hadisə vasitəsilə Allah onunla danışır. Bəlkə uzun zamandır Allahdan bir cavab gözləyirdi, həyatında bir çətinlik var idi, hansısa bir qaranlıq məqamdaydı. Və Rəbb Allah öz kəlamı vasitəsilə, baş verən hadisə vasitəsilə onun gözlərini açdı. Mən dünənləri həmən insanla danışanda deyirəm ki, bax bu şeytanın istədiyi bir şeydir. Sən mübarizəni dayandır. Əla, problem deyil. Seçim sənindir. Yaxşı, burada kim udacaq? Qazanan kimdir? Şeytan əlbəttə ki. O deyir ki, çox sağ ol ki, Murad dayı, sən mənim gözlərimi açdın belə. Və Rəbbə minnətdaram ki, ətrafımda belə insanlar var. Bax, bizim ətrafımızda ruhani insanlar olmalıdır. Mənim ətrafımda ruhani insanlar olmalıdır. Onlar mən yıxılanda mənə kömək edən, dayaq duran insanlar olmalıdır. Və belə insanlar həmişə sənin belə yaxşılığın üçün fəal olmalıdır, aktiv olmalıdır. Bax, bu insanlarla bir yol getməyə dəyər. Bu insanlarla bir yolu addımlamağa dəyər. Amin. Bugünkü mövzumuzun adı belədir. Kiminlə addımlayırsan? Kiminlə addımlayırsan? Bilirsən, artıq son bir neçə ayda mövzular hamısı demək olar ki, bir-birinə oxşayır, düzdür? Bilmirəm, niyə bu mövzuları seçirik? Amma yəqin ki, bu günləri bizim üçün vacib olan mövzular bunlardır. Biz kiminlə addımlayırıq?
Çünki bu həyat nədir? Bu həyat bir yolculuqdur. Həyat bir yolculuqdur. Hər birimiz bu yolda addımlayırıq. Bəzən sürətli gedirik, bəzən yavaş gedirik, ləng oluruq. Amma bu yolun ən mühüm sualı getmək deyil. Bu yolun ən mühüm sualı kiminlə addımlayırsan? Kiminlə getməkdir? Çünki hara getdiyimiz nə qədər önəmlidirsə, kiminlə getdiyimiz bir o qədər önəmlidir. Çünki bu sual bizim istiqamətimizi və onun qərarlarını, hətta sonunu müəyyən edir. Biz kiminlə gediriksə, bu bizim həyatımızı müəyyən edir. Qərarlarını və sonunu. Eşitmişsiniz? Yanında deyir, dostunu göstər, mən sənə deyim ki, sən kimsən. Bir yerdə addımladığın insanı mənə göstər, mən sənə deyim ki, sən kimsən. Biz bəzən özümüzü çox ruhani göstəririk. Amma bizim dostlarımız kimdir? Bizim ətrafımızda olan insanlar kimdir? Biz bəzən deyirik ki, əşi, problem nədir? Dünyəvilərlə oturmaq olar, dünyəvilərlə əyləşmək olar. Müqəddəs kəlamda belə bir yer var. Günahkarlarla otur, amma günah etmə. Mən onsuz da günah eləmirəm. Amma bu ayəni biz dərindən düşünsək, günahkarlarla oturmaq nə deməkdir? Qoy bizim müqəddəsliyimiz o qədər üstün olsun ki, onlar bizdə olan müqəddəsliyin atmosferinə düşsünlər. Çünki biz günahkarların məclisində oturduğumuz zaman istər-istəməz biz yavaş-yavaş onlar kimi olmağa çevrilirik. Çünki onlar 3, 5, 10 nəfərdilər və o təsir edir. Əgər mən Allahın ruhu ilə dolmuramsa, Allahın gücü ilə yaşamıramsa, onun sözü ilə idarə olunmuramsa, Rəbb İsa Məsih ilə addımlamıramsa, bax, mənim həyatımı müəyyən edən şey mənim ətrafımdakı olan insanlar və onlarla verdiyim qərarlar olacaq. Bu, hətta mənim sonumu da gətirib çıxardacaq. Bəzən hansısa bir insana baxırıq, deyirik ki, əşki, mən 3 il vaxt verirəm buna. Həyat tərzinə görə 3 il vaxt verirəm. Çünki yaxşı şeylər baş vermir. Ətrafında olan insanlar, onun dostları və bu günləri onun göstərdiyi həyat tərzi və deyirsən ki, ona 3 il, mən 5 il və yaxud 1 il vaxt verirəm. O çox getməyəcək belə. Çünki biz kiminlə addımlayırıqsa, onunla eyni yolda gedirik, ya işığa doğru, ya da qaranlığa doğru. Bugün özümüzə dürüstcəsinə bir sual verək. Həyat yolumuzda əslində biz kiminlə birgə gedirik? Bəzən də olur ki, təksən. Ümumiyyətlə heç kim yoxdur sənə. Bu sadəcə insanlardan söhbət getmir. Bu Rəbb Allahdan söhbət gedir. Onun sözündən söhbət gedir. Çünki həyatda bizi formalaşdıran, uğura ya da uçuruma aparan çox vaxt yolun özü deyil. Bu yolun özü deyil. Bizi uçuruma aparan yolun özü deyil. Bizim yol yoldaşımızdır. Bizim yanımızda olanlardır. Kim var bizim yanımızda? Ya o bizi işığa doğru aparacaq, ya da bizi qaranlığa doğru aparacaq. Müqəddəs kitabdan bir yerə baxacağıq. Zəbur 119-cu fəsil 105-ci ayədə. Burada yazılıb ki, məzmurçu deyir ki, Davud, sözün addımıma çıraqdır, yollarıma işıqdır. Addımıma çıraqdır, sanki insan qaranlıq bir yolda gedir və ayağının altını görə bilmək üçün bir fənərə ehtiyacı var, bir işığa ehtiyacı var. Qaranlıq bir yolda gelsən. Rəbb Allahın sözü bizə bugünkü addım üçün yol göstərən həmən o işıqdır, həmən o çıraqdır. Çünki bu dünya da qaranlıqdır. Razıyıq? Bu dünya qaranlıqdır. Və biz bu qaranlıq dünyada getmək üçün bizə bir nur lazımdır. Bizim həyatımızı aydınlatmaq üçün bizə nur lazımdır. Ona görə də məzmurçu deyir ki, sözün addımıma çıraqdır, yollarıma işıqdır. Hər şeyi birdən-birə göstərmir. Amma bir addım üçün kifayət edir Allahın sözü, həmən o işıq. Bəzən ola bilər ki, bu günləri kimin həyatında indi beləncə bir durum var? Hara gedəcəyini bilmir. Hansı seçimi edəcəyini bilmir.
nə qərar verəcəyini bilmir. Bəzən gedəcəyimiz yollar tam aydın görünmür. Görünmür. Təsəvvür elə ki, gecə vaxtı qaranlıq bir meşədəsən və orada addımlamalısan ünvana çatmaq üçün, amma sən yolu görmürsən, çünki qaranlıqdır. Və sənin əlində bir fənər var. Bir fənər var. Amma bu fənər sənə getdiyin ünvana qədər göstərmir. O sadəcə sənin qarşını göstərir. Addımlarını göstərir. Bir addım gedirsən. Çünki fənər bütün yolu sənə aydınlatmır. Qaranlıq meşədə əlində olan həmin o çıraq fənər bu bütün yolu bizə aydınlatmır. O bir addım bizə yolu göstərir. Biz yolun sonunu görə bilmirik həmən bu fənərlə. Amma bizə yetərincə işıq bəs eləyir ki, biz addımlarımızı izləyək. Addımlarımızı. Bəzən evdə nə baş verir? İşıq sönəndə, biz pilləkəndən düşəndə biz istəyirik ayağımızı hara qoyduğumuzu görək. Qaranlıqda insan belədir, ayağını hara qoyduğunu görmək istəyir. Allahla ünsiyyət vaxtı da, Allahla yeridiyimiz yolda da bax belədir. Belə bir həyat, yəqin ki, yaşayırıq bizim bəzilərimiz beləncə bir həyatı. Müqəddəs kitabdan bir yerə baxacağıq, İbrahimın həyatından. Biz İbrahimın həyatına baxanda oradan istəyirəm ki, bir nümunə götürək. Nümunə. Allah hər şeyi demir, amma bir addım göstərir sənə. Bir addım göstərir. Sənə bir addım verir. Bunu et. Bunu etdiyində bunun sonunu sənə göstərmir. Sadəcə sənə bir addım atmağı əmr edir. Bir addım atmağı deyir. Və biz həmən vaxtı düşünürük. Bunu edək, yoxsa etməyək. Yaradılış kitabına baxaq. Yaradılış kitabında 12-ci fəsil 1-ci, 4-cü ayədə belə bir yer var. Bəlkə kimsə müqəddəs kitabı açıbsa oxusun. Əgər kimdəsə müqəddəs kitab varsa. 12-ci fəsil 1-ci, 4-cü ayələr. Rəbb İbrahimə dedi, öz torpağından, qohumların arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Sən böyük bir millət öyrədəcəyim, sənə xeyir-dua verəcəyim, adını uzaldacağam və bərəkət kaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyim, sənə lənət edənləri lənətləyəcəyim. Yeryüzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua olacaq. Amin. Burada saxla. İbrahim Rəbbin ona söylədiyi kimi oradan çıxdı. 4-cü fəslin 1-ci hissəsində deyir ki, İbrahim Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Təsəvvür edin. İbrahimın vaxtında ümumiyyətlə bu hadisə ilə tanışıq müqəddəs kitabda. İbrahim necə ata evindən çıxır və Allahın ona dediyi yerə gedir. Sizcə Allah İbrahimə nəyi göstərdi? Mənə kömək edilər. Onun gedəcəyi yerə ona göstərdi. Hayır. Heç onun planını da vermədi ona. Allah İbrahimı bütün planla tanış eləmədi. Sadəcə dedi, get, addım at. Sadəcə dedi, çıx və mən sənə göstərəcəyim torpağa get. Amma İbrahim də nə var? Neynədir? İbrahim oturdu, dua elədi ki, ya Rəbb, mən hara gedəcəm, kiminlə getməliyəm, mənə göstər bu şeylərdən hamısını. Hə? İbrahim da ata evindən çıxdı və yola düşdü. O torpağa getmək üçün. İbrahim sadəcə bir addım atdı. Biz bəzən Allah bizə çağırış verəndə biz bütün planla tanış olmaq istəyirik. Bütün planla tanış olmaq istəyirik. İstəyirik ki, xəritəni versin bizə. Hara gedəcəyik, hardan getməliyik, nə baş verəcək, kimlərlə görüşəcəm. Ya Rəbb, mənə göstər kimlərlə görüşməliyim. Ya Rəbb, mənə göstər, mən bu adamlarla nə qədər yol gedəcəyim. Rəbb Allah bizə deyir ki, sadəcə çıx, get, addım at. Biz bəzən istəyirik ki, əlimizdəki fanar bir günəş kimi aydınlatsın bütün meşəni, o qaranlıq meşədə. Biz bəzən qaranlıq yolla gedirik. Əslində bu qaranlıq dünyada biz bir yol gedirik və biz bir addım atırıq. Rəbb Allah bizə deyir ki, sən addım at. Birinci addımı at, ikinci addımı mən sənə göstərəcəm.
Üçüncü addımı mən sənə göstərəcəyim. Gedəcəyin yeri mən belirləyəcəm. Amma biz deyirik, biz dua eləyəndə deyirik ki, ya Rəbb, mənə göstər. Xəritəni ver, mənə bir plan göstər. Bir internetdə yazım görüm, o çıxır yoxsa çıxmır. Təsəvvür elə İbrahimın vaxtında internet var. Və Allah İbrahimə nə vəd verdi? Hara göndərəcəm səni? Sənə göstərəcəm. Adın dedi. Və təsəvvür elə ki, İbrahim bunun adını bilir, hara gedəcəyini və girib internetdən bunu axtarır. Kənan, məsəl üçün, gedəcək Kənan torpağına ya da nə bilim, Zaqatalaya, nə bilim, Ucara, Azərbaycan rayonlarından götürək də. O baxır, bura oyda, yox, bura dəhşətdir. Məsəl üçün, Ucar və yaxud Kürdən, yox, bura dəhşət istəyirdi, mən bura gedə bilmərəm. Bu Allahdan mənə çağırış ola bilməz. Allah mənim əziyyət çəkməyimi istəmir. Allah istəyir ki, mən yaxşı həyat yaşayayım, yaxşı yaşayayım. Yəni, əgər mən gedib orada zülm çəkəcəyimsə, onda nə baş verir? Orada işıq yoxdur, orada internet də yoxdur. Orada insanlar suyu əllə daşıyırlar. Orada nə baş verir, ya Rəbb? Ola bilməz, bu beləncə olmaz. Axtarırsan, axtarış versin. Görək onun yanında başqa şəhərlər hansı var? Bəlkə elə nə fərqi var? Ucar olsun ya da Kürdəmir. Allah çağırıbsa, bunlardan ikisindən birinə gedə bilərəm. Amma baxırsan, məsəl üçün, Kürdəmir, Göyçay, Göyçayda yaxşıdır, orada ağaclıq var, orada meşəlik var biraz. Və orada su var, çay var orada. Bu əladır. Hə, mən bura gedə bilərəm, mən burada yaşaya bilərəm, burada əla xidmət edə bilərəm. Burada məsəl üçün, biz çox vaxt nə edirik? Burada onlar nə ilə dolanırlar? Əkin-biçin sahəsi var. Əla, pomidor əkirlər, xiyar əkirlər, yaxşı tərəvəz, heyvandarlıq, super. Ya Rəbb, mənə köməklə o gedəcəyim yerdə nə edeyim? İmkan olsun ki, mən orada bir sahə açım, imkan olsun ki, mən orada bir heyvandarlıqla məşğul olum, nə bilim, bir tərəvəz, bir sahəsi. Axı, mən orada yaşamalıyam. Yəni, mən oraya gedəcəm, oraya gedəndə necə dolanacaq? Biz bunların Rəbb Allahdan hamısının planını istəyirik. Detal, dua eləyəndə də Allaha beləncinə deyirik. Deyir ki, ya Rəbb, mənə kömək elə. Məsəl üçün, hansısa bir insanı xidmətə təyin edirsən. Bir rayona. Ora get və orada müjdə ver. Və orada yaşa, orada bir kilsə quruculuq işi ilə məşğul. Amin. Nə qədər dəstək olacaq? Nə qədər kömək olacaq ki, mən bu işi edeyim? Biz bunun hesabatını, planını istəyirik Allahdan və sonra oturub dua edirik ki, ya Rəbb, bizə kömək elə, o insanları göndər ki, məni dəstəkləyəcəklər. Bu iman addımı deyil. İman addımı İbrahimın atdığı addımdır. Ora gedəcəyi yolda nələrin baş verəcəyi haqqında heç bir məlumatı yox idi İbrahim. İbrahim sadəcə ata evində, onlar normal yaşayırdılar. Normal yaşayırdılar. İbrahim öz ata evində, onun heç olmasa öz yatağı var idi. Orada yemək var idi, onun yatağı var idi, bəlkə çimirdi, bir çox şeyləri var idi. Yəni, normal bir imkanları var idi bir yaşamaq üçün. Amma sən ata evindən çıx, sənə göstərəcəyim yerə get. Sual. Neçə gün ora çatacam? Nə qədər vaxt mən yolda olacam? 1 ay, 3 ay, 1 il, nə qədər? Və bu yolda nə baş verəcək? Bunun günün istisi var, bunun yağışı var, küləyi var, tufanı var, heyvan var, xəstəlik var, bir çox şeylər var. Baxın, imanlar, İbrahimın atdığı bu iman addımı, bu sadəcə mən gedirəm demək deyil. Baş verən hadisənin içərisində olan detallar var. Hansı ki, biz bəzən heç bunlar haqqında düşünmürük. Biz sadəcə bir günlük, harasa istirahətə gedəndə bir məbədlə, böyük bir apteçkə götürürük özümüzlə. Dərmanı, falanı, odun, hər şey götürürük özümüzü təmin etmək üçün. Amma biz uzun müddətə bir yol çıxası olsaq, biz bunları eləyə bilməyəcəyik. Çünki bunların hamısını özümüzlə daşıya bilməyəcəyik. Özümüzlə bu qədər odun apara bilməyəcəyik, özümüzlə bu qədər yemək apara bilməyəcəyik. Razıyıq? Rəbb Allah, biz də çox vaxt, yenə deyirəm, Allahdan belə bir planı istəyirik, amma Allah bizə sadəcə istiqamət verir. Bizə planı vermir. Gedəcəyimiz yeri deyir, amma necə gedəcəyimizi demir. Rəbb Allah
İbrahimə gedəcəyi yeri dedi. Amma necə gedəcəyi haqqında heç bir məlumat vermir. Biz bəzən bu haqda məlumatlı olmadığımıza görə bu bizi qorxudur addım atmağa. Amma nə olacaqlarını demir ona. Bəs biz İbrahim kimi itaət edərək gedirik, yoxsa Allah'a deyirik ki, ya Rəbb, əla, mən gedirəm, həyatımı sənə həsr eləmək istəyirəm, amma planı mənə ver. Ya, mən sənə hara gedəcəyimi deyəcəm. Plan o mənə məxsusdur. Sənin vəzifən hər şeyi bilmək deyil, sadəcə deyilənə itaət etməkdir. Bizim işimiz Allahın çağırışı haqqında hər şeyi bilmək deyil, onun çağırışına hə deməkdir. Onunla addımlamağa hə deməkdir. Amma biz həmişə plan istəyirik. İkinci, Allahın sözü gündəlik işıqdır. Baxın, bu sözü diqqətlə dinləyin. Allahın sözü gündəlik işıqdır. Gündəlik nurdur. Matta 6-cı fəsil 11-ci ayədə belə bir yer var. Yazılıb ki, gündəlik çörəyimizi bizə bugün ver. Bilirsiniz, çörək burada sadəcə fiziki yemək deyil. Həm də gündəlik ehtiyaclarımızdır. Qida, sağlamlıq, geyim, sığınacaq, ruhani ehtiyaclarımız isə Allahın sözü, bağışlanma, rəhbərlik, bax bu kimi şeydir. Gündəlik çörəyimizi bizə bugün ver. Yaşamaq üçün lazım olan hər şeyi göstərir. Gündəlik çörəyimizi bizə bugün ver. Rəbb Allah sabahki ehtiyacları deyil, bugün üçün olanı verir. Bugün üçün olanı verir. Hə, yoxsa yox? Sabahki ehtiyacları deyil, bugün üçün. Axı duada biz deyirik, ya Rəbb, gündəlik çörəyimizi bizə bugün ver. Və buna uyğun bir çox ayələr var. Sabahın qayğısını çəkmə. Gəlin baxaq, İsrail xalqı Misirdən çıxanda nə baş verir səhrada? Rəbb Allah onlara gündəlik nə yetirir? Manna yetirir. Onu yığan insanlar hansı ki o yığdılar ha, sabah üçün ehtiyat götürdülər. Nə baş verdi? Sabahsı gün gəlib gördülər nə oldu? Onlar xarab oldu. Onların yığdıqları manna xarab oldu. Deməli, Allah onlara nə demişdi? Hara göndərəcəm onları? Kənan torpağına və o torpaqda nə baş verəcək? Bal və süd axan bir torpaq olacaq. Yaxşı səslənir, düzdür? Bu əla səslənir. Amma ora getmək üçün illəri sərf etdilər. Və biz bəzən deyirik ki, onlar 40 il səhrada getdilər və sonra Kənan torpağına çatdılar. Əzizlərim, 40 il bir igidin ömrüdür. 40 il bir insanın yaşının bugünkü devirdə yaşam tərzinin yarısı deməkdir. Və bu 40 il ərzində onlar nə baş verdi? Yenə də deyirəm, İbrahim kimi. Allah Musaya çağırış verdi və Musa buna itaət etdi və götürdü, xalqı apardı. Amma Allah onlara planı vermədi. Nə baş verəcək deyə. Nə baş verəcək deyə onlara planı vermədi. Və manna və bu günləri bizim dua elədiyimiz gündəlik çörəyimizi bizə bugün ver. Bizə bugün nə edəcəyimizi göstər, ya Rəbb. Biz nə üçün çox vaxt arzularımıza, xəyallarımıza çata bilmirik? Niyə bilirsiniz? Çünki biz uzun müddətli planlar qururuq həyatımızda. 1 illik plan, 10 illik plan, nə bilim, uşaqlarıma belənçinə qalsın. Bunu yığıram, uşaqların böyüyəndə qoy cehizi olsun. Məsələn, sənin indi yığdığın şey nə baş verir? 10 ildən ya da 15 ildən sonra onlar artıq bir şeydə qalır. Antikvariat olurlar. Yəni, bir antik əşyaya çevrilir. Biz bəzən uşaqlarımızın gələcəyinə qədər fikirləşirik. Mən yaxşı adam olmamışam, qoy o oxusun, yaxşı bir insan olsun. Bunlar pis bir şey deyil, bunlar yaxşı bir şeydir. Amma gündəlik biz planlar qurmalıyıq. Allahla addımlamaq istəyiriksə, biz gündəlik nə baş verəcəyini Allahdan soruşmalıyıq. Rəbb Allah bizə deyir ki, addım at, addım at, amma Allah sabaha olan planı gizli saxlayır. Göstərmir. Çünki o bilir ki, bu gün üçün sənə bu addım lazımdır. Sən sabahı da bilsən, o birisi gün də bilsən, sən artıq bunların yerlərini dəyişəcəksən. Qoy bunu bugün eləyim, sabah bunu eləyərəm.
Yaxşı olanı bu gün eləyirsən, çətin olanı sabaha saxlayırsan və ya deyirsən ki, məncə buna ehtiyac yoxdur, bunu eləməsəm. Ona görə Rəbb Allah bizə gündəlik plan verir. Gündəlik addım atmağımızı istəyir. Allah sabahki çörəyi bu gün vermir. Bu gün vermir. Çünki duada nə deyir? Gündəlik çörəyimizi, bu duanı kimə öyrədir şagirdlərə? Rəbb Allah bizə deyir ki, İsa bizə deyir ki, siz də belə dua edin. Belə dua edin. Gündəlik çörəyimizi bizə bu gün ver. Niyə? Çünki sən onunla gündəlik gəzəsən. Sən onunla gündəlik gəzəsən deyə. 2-ci Korinflər 5-ci fəsildə yazılıb ki, 7-ci ayədə. Gözlə görünənə deyil, imana görə həyat sürürük. Gözlə görünənə deyil, imana görə həyat sürürük. Bəzən özümüzü tərk edilmiş hiss edirik. Tərk edilmiş hiss edirik. İstər Allah tərəfindən, istər dostlarımız tərəfindən dua edirsən, Allaha cavab gəlmir. Baş olur sizin həyatınızda belə. Bilməm, təkcə məndə belədir, yoxsa hamıda belə olur. Dua edirsən, elə bilirsən ki, yoxdur, Allah artıq sənin həyatında deyil. Onu eşidə bilmirsən, onu hiss edə bilmirsən. Çünki cavab gəlmir. Rəbb nəyi gözləyir? Niyə ya Rəbb? Güya ki, dünyada bir sən varsan və bir də Allah var. Bu dünyada məndən başqa kimsə var? Yox. Niyə cavab vermirsən onda? Yox. Bu dünyada milyonlar, milyardlarla insanlar var. Dua edirsən, amma cavab gəlmir. Allahın sənə yaxınlığını hiss eləmirsən. Əziz bacı qardaşlar, bu birsiz bizə nəyi göstərir? Biz çox vaxt hisslərlə yaşayırıq. Hisslərlə yaşayırıq. Amma biz imanla yaşamalıyıq. İmanla yaşamalıyıq. Mən inanıram. Niyə? Çünki Allah belə deyir. Bu olacaq. Bu baş verəcək. Əgər Allahın mənim üçün olan vədi bugün mənim həyatımda gecikirsə, Rəbb Allah nə istəyir? Mən istəyirəm ki, vəd tamamlansın, amma Allah istəyir ki, sən gündəlik çörəyini yeyəsən. Gündəlik addım atasan. Hər gün ona möhtac olasan. Rəbb Allah bax bunu istəyir. Üçüncü, itayət. Allahın sözünə itayət həmişə bizim həyatımızda böyük sonuçlar doğurur. Böyük sonuçlar doğurur. İbranilərə baxanda, belə deyək, bu mövzunun davamını İbranilərdən oxuyacağıq. 11-ci fəsil 8-ci ayədə. Yazılıb ki, İbrahim çağırılanda iman vasitəsilə itayətli olub, irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı. Bu dəhşətdir. O hara getdiyini bilməyərək yola çıxdı. Əziz bacı qardaşlar, İbrahimın dövründəki sivilizasiya ilə indiki dövrdəki sivilizasiya eyni deyil. Eyni deyil. O vaxtları, yenə də deyirəm, Bolt taksi ilə, ailə papanın maşını ilə, nə bilim, bu kimi şeylərlə, hansısa bankdan kreditlə və yaxud bu kimi şeylərlə yola çıxmırdılar. O vaxtı atlar, dəvələr var idi, eşşəklər var idi və o vaxtı asfalt yollar yox idi. Asfalt yollar yox idi. O vaxtı sən sadəcə səhra ilə, quraqlıq bir yerlə gedirdin. O vaxt ticarət də belə baş verirdi. Bir şəhərdən başqa şəhərə insanlar çatmaq istəyirsə, onlar da belə baş verirdi. Və İbrahimin də həyatında bu çağırışa addımlamaq belə baş vermişdi. Deyir ki, o hara getdiyini bilməyərək yola çıxdı. İbrahim neynədir? İbrahim Allahın çağırışına hə dedi. Sadəcə itayət etdi. Əlində olan şeyləri buraxdı. Onun əlində olanlar nə idi? İbrahimin əlində olanlar onun atasının, bilirsən, çox vaxt insan ata evindən çıxmaq istəmir. Niyə? Evin bir böyüyü var. Və yaxud rahat yerdən gəlir. Və yaxud sən məsuliyyət daşımırsan. Niyə? Evdə ata var, axı, böyüyü var. Və İbrahim neynədir? Əlində olan o komfortu buraxdı. Və Allahın sözünə itaət etdi. Deyir ki, o hara getdiyini bilməyərək yola çıxdı. Çünki Allahın sözünə itaət etdi. İbrahim itaət etdiyi üçün nə baş verdi? Allahın vədi onunla baş verdi. İbrahim itaət etdiyi üçün ondan bir xalq doğdu. Ondan bir millət törədi. İbrahim nəsli. Çünki Allah ona vəd vermişdi.
Sənin vasitənlə bir millət dünyaya gələcək. Bir millət törəyəcək, bir millət çoxalacaq. Və Rəbb Allah nə etdi? Bunu yerinə yetirdi. Bəzən kiçik görünən bir addım gələcək üçün böyük bir dəyişiklik gətirir. Bəzən kiçik görünən bir addım. Ola bilər ki, Allah bizimlə kəlamıyla hansısa bir sözlə danışır. Bu bizim üçün çox kiçik gəlir. Və indi bundan sonra nə baş verəcək? Amma bəzən kiçik görünən bir addım, atdığın kiçik görünən bir addım, o gələcək üçün böyük bir dəyişiklik yaradır. Bir dəfə bir məktəbdə oxuyurdum, bunu onlayn oxuyurdum. Və orada şəhadətlərdən, müəllimin şəhadətlərindən biri beləncə idi. O deyir ki, bir dəfə Allah mənə dedi ki, mən deyir, həmişə gedəndə yol üstü marketə girirdim və marketdən öz ehtiyaclarımızı təmin edirdim və sonra evimizə geldim. Deyir ki, həmən bu insan çox varlı insandır. Və bu insanı da çox insanlar tanıyır varlı olduğu üçün. O deyir ki, mən marketə girəndə Allah mənə dedi ki, mənə istiqamət verir. Deyir ki, get sənə göstərdiyim o tualet kağızını al və apar sənə göstərəcəyim insana ver. Və Allah o insana onu göstərir. O həmən o insanı göstərir. Deyir ki, tualet kağızı al və apar həmən insana. O deyir, mən Allaha dedim ki, ya Rəbb, bu ağılsızlıqdır, axmaqlıqdır. Sən mənə deyirən ki, aparım ona $100 pul verim, ya nə bilim, alım hansısa bir ehtiyacı təmin edeyim, nə bilim, böyük bir ehtiyacı. Axı bir tualet kağızı nədir ki, bu kiçik bir şeylə mən gedim deyim ki, bunu sənə Allah göndərdi. Bu axmaqlıq da, bu addım ağılsızlıqdır. O deyir ki, amma gördüm ki, mən bunu yerinə yetirməsəm, ürəyim yerindən çıxacaq. Və o alır həmən tualet kağızını və gəlir həmən göstərdiyi qapını döyür və deyir ki, üzr istəyirəm, Allah belə dedi. Yəni, bu mənim problemim deyil, Allah dedi. Allah mənə dedi ki, mən bu tualet kağızını sizə gətirim. Allah dedi bunu. Yəni ki, bu mənim problemim deyil, bunu Allah dedi. Və həmən qadın o tualet kağızını alanda o insana belə deyir. Mənim ən kiçik bir şeyimlə maraqlanan o Allah kimdirsə, mən o Allahı tanımaq istəyirəm. Bu kiçik bir şeydir, düzdür? Bu kiçik bir addımdır. Bəzən biz fikirləşirik ki, bu tualet kağızı ilə insan xilas ola bilər, yoxsa yox. Məsələ orada baş verən hadisə deyil, əşya deyil. Məsələ Allahın etdiyi şeydir. Nəticə nə baş verir? Həmən o insan deyir ki, mənim kiçik xırda bir şeyimlə maraqlanan Allah kimdirsə, mən bu Allahı tanımaq istəyirəm. Və o insan iman edir, kilsəyə gəlir və o insan iman edir. Təsəvvür edirsiniz, bu kiçik bir addımdır. Bəzən axmaqlıq kimi görsənir, amma nəticəsi böyük olur. İbrahim, yəni, hədəfi tam bilmirdi. Yenə deyirəm, onun əlində heç bir şey yox idi, xəritə, nə bilim, telefonundan Maps proqramı filan, bu kimi şeylər yox idi, amma onu çağıranı tanıyırdı. İbrahim ən əsas vacib olan şey bu idi ki, onu çağıranı tanıyırdı. Bu ona bəs edirdi. Bu İbrahimə bəs edirdi ki, o bu çağırışa doğru getsin. İman, mən hara getdiyimi bilmirəm, amma kimlə getdiyimi bilirəm deməkdir. Mən hara getdiyimi bilmirəm, amma kiminlə getdiyimi bilirəm. Bax, bu əsl imandır, bu əsl iman addımıdır. Çünki sən kiminlə addımladığını bilirsən. Hara getdiyimin o qədər önəmi yoxdur. Əyyub 23-cü fəsil 10-cu ayda deyir ki, amma tutduğum yolu o tanıyır. Məni sınayan zaman qızıl kimi çıxıram. Tutduğum yolu o tanıyır. Burada nə baş verirdi? Əyyubun həyatında artıq sıxıntılı vəziyyətlər var idi. Çünki o ailəsini, malını, mülkünü, hər şeyini itirmişdi və eyni zamanda çox dəhşətli bir yaralı xəstəlik tutmuşdu və bu xəstəlik ona çox əziyyət verirdi. Və nəinki o xəstəlik ona əziyyət verirdi və ona əziyyət verən insanlardan və dostları da var idi, insanlar da var idi, həyat yoldaşı da var idi. Sözlə ona əziyyət verirdilər. Əyyub nə deyir? Əyyub deyir ki, amma tutduğum yolu o tanıyır. Tutduğum yolu o tanıyır. Məni sınayan zaman qızıl kimi çıxıram.
Əziz bacı qardaşlar, istəyir sınaqlarda olsun, istəyir fırtınalar zamanı, qaranlıqda olsun, Rəbb Allahın gözü o həmişə bizim yolumuzdadır. Rəbb Allahın gözü o həmişə bizim yolumuzdadır. Onun sözü o bizim yolumuzdur. O bizim addımımızdır. Dördüncü, sənə düşən sadəcə bir addım atmaqdır. Bizə düşən sadəcə bir addım atmaqdır. Yaqubun kitabında yazılıb ki, 4-cü fəsil 13-cü ayədən 15-ci ayəyə qədər. Burada deyir, indi siz belə deyirsiniz. Bugün yaxud sabah biz filan şəhərə gedib, orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq. Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb, sonra da yox olan buxardır. Buxardır. Deyir ki, həyatınız nədir? Qısa bir müddətə görünüb, sonra yox olan bir buxardır. Buxar görmüşük də. Biz məsəl üçün qazanın qapağını açanda və isti qaynayan bir şeyin qapağını açanda oradan buxar çıxır. Biz onu daim görürük, yox görmürük. Görünür və eyni zamanda yoxa çıxır. Rəbb Allah deyir ki, bizim həyatımız beləncədir. Qısa bir müddətə görünüb, amma sonra yoxa çıxan buxar. Bizim həyatımızın nəzarəti o bizim əlimizdə deyil. Biz plan qura bilərik, amma addımı Rəbb Allahla atmalıyıq. Rəbb Allahla atmalıyıq. Əziz bacı qardaşlar, mən bu mövzunu sadəcə danışıb çatdırmaq istəyirdim ki, bu günləri biz kiminlə addımlayırıq? Allahın bizə çağırış verən Allah bizi hara aparır? Bəzən Allah bizə çağırış verir və biz çağırışa bir addım atıb, qalan addımları özümüz atırıq. Qalan yolu özümüz belirləmək istəyirik. Niyə? Çünki biz ağıllı insanlarıq axı. Hara getdiyimizi özümüz yaxşı bilirik. Amma Rəbb Allah bizdən istəyir ki, sən sadəcə bir addım atasan. Sabahki addım üçün yenə də ona dua edib möhtac olasan və onunla yeriyəsən. Ondan cavab alasan. O sənə göstərsin hara getmək lazımdır. Sən yolun sonunu bilməyə bilərsən. Amma addımı atan Tanrını tanıyırsansa, bu bəs eləyir. Biz yolun sonunu bilməyə bilərik. Amma addımı atan, bizimlə addımı atan Rəbb Allahı, Tanrını tanıyırıqsa, bu bizə bəs eləyir. Qaranlıq olsa da, Rəbb Allahın sözü bizim ayağımız üçün bir işıqdır, bir nurdur. İstəyirəm ki, biz bir yerdə dua eləyək. Ne üçün dua eləyəcək? Dua eləyəcək ki, qoy Rəbb Allah öz sözü vasitəsilə bizim ayaqlarımıza bir nur olsun, bir çıraq olsun, bir işıq olsun. Burada məzmurçu nə deyir? Deyir ki, sözün addımıma çıraqdır, yollarıma işıqdır. Addımıma çıraqdır. Təsəvvür elə yenə. Biz qaranlıq bir meşədəyik və bu qaranlıq meşədə bizə bir fənər lazımdır yolumuzu getmək üçün. Amma bu fənər bizim bütün yolumuzu aydınlatmır. Bizə yolun sonunu göstərmir. Sadəcə biz hara addım atacağımızı bizə göstərir. Qoy Rəbb Allahın sözü bizim üçün belə olsun. Çünki müqəddəs kəlam deyir ki, gündəlik çörəyimizi bizə bugün ver. Əgər bugün Allahdan bizə söz lazımdırsa, o bizə bugün üçün vacibdir. Bugün üçün önəmlidir. Allah bugün üçün sənə nə olacağını deyir. Bugün üçün sənin yollarına işıq göstərir. Sənin yollarına nurdur. Gələcək, sən hara gedəcəyini bilmirsən, sonu bilmirsən, nə baş verəcək bilmirsən. Amma Rəbb Allahla addımlayırsansa, bu ən önəmlisidir. Çünki sonu belirləmək bu sənin əllərində deyil. Rəbb Allahla addımlayırsansa, bax bu kifayət, bu bəs eləyir. Gəlin bir yerdə dua eləyək.